Bugün haqqında söhbət açmaq istədiyimiz növbəti ziyalı insan Akstafa rayon Kəsəmən Balıq Evinin sahibi Yasin müəllimdir. Yasin müəllim öz işinin peşəkarı bir insandır. Kömək etdiyi, əl tutduğu insanların sayı hesabı yoxdur. İşlətdiyi Kəsəmən Balıq Evi bütün standartlara cavab verir. Burada gələn qonaqların təhlükəsizliyinin təmin olunması yolunda demək olar ki, bütün addımlar atılıb. Yasin müəllim öz işinin peşəkarı bir insandır. O işçilərinə hər zaman öz ailəsi kimi yanaşır. Onların problemləri yolunda əlindən gələn köməyi əsirgəmir. Yasin müəllim Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmənna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq Prezident İlham Əliyevə, dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır. Heç bir qüvvə onu heç vaxt əqidəsindən döndərə bilməz. O, böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır. Yasin müəllim hər zaman şəhid və qazi ailələrinə, imkansız ailələrə maddi və mənəvi dəstək olmuşdur. Biz də bu çətin və şərəfli işini böyük ləyaqət və vicdan hissi ilə icra etdiyi üçün Yasin müəllimə təşəkkür edir. Gələcək işlərində uğur və müvəffəqiyyətlər, həmçinin yeni nailiyyətlər arzu edirik. Hər daim var olasınız, əziz Yasin müəllim.